hədis var ki, Fatimə gəlir otağa girəndə onun başını bir yerdə görür. Üstü örtülü deyirəm. Cariyənin bir yerində görür onun başını. Hədis. Aburun geçsin Kemal. Zaten bunların məhzəbinə görə o zapadlı o dövrdə icazə əldə o bilirsən. Gəlib heç biri deyə bilməz ki, bunun qadağası var. Bunların hədisləri var, şeyləri var. Nədir bu? Sistani'nin də fətvası var bu barədə ki, yəni baş usal aşağı işi gör. Ciddi deyirəm, gülmək üçün demirəm, həqiqətən də ciddi deyirəm. Yoxdursa deyə gəlib sübut eləsinlər ki, yoxdur. Bəli, 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 qardaş, var. Hətta hədisləri var. Hədisləri var, deyir. Cariyənin bir yerində görüb. Yoğurt yalayırmış. Üstü örtülü deyirəm. Hədis deyir, mən demirəm. Mən özümdən uydurmuram. Onun üstündə də qırğın düşdü. Hələ TikTokda bir müddət bir söyüş, nə bilim nə, lənət, nə bilim strelka vermək, nə bilim nə. Yox, Kemal o dövrdə yoğurt varmış ki. Da üstünə getmədə də bəsdir. Zəhmət deyilsə həmin hədisin deyərəm, gələn yayımlarda deyərəm, indi axtarıb tapmaq çətin olacaq. Ancaq var. Mənə atmışdılar, WhatsApp-a doğrudan atmışdılar, var. 100% var. Gələn yayımda deyərəm. Onun üstündə burada TikTokda firqələr arasında xeyli qırğın getdi. Niyə qırğın eləyirsiniz ki, qardaş? Dində ikrah yoxdur. İkrah eləmə. Və eləmə. İrəli. Hədisi deyirəm, mən özümdən uydurmuram ki, hədisi deyirəm, nədir ki? Bilmirlər ki, o hədis var, özləri də bilirlər. Yox, burada. Hə. Mayakat sıvağı var, hə, elə. Nəysə, onların, bax görürsünüz, Ulu Naramın dini bunların hamısından münəzzəhdir. Deməli, bu Kemal həddini aşaraq Allah Rəsulunun qızı haqqında, Fatimə xanım haqqında, İmam Əlinin həyat yoldaşı olan Fatimə haqqında, Həsən və Hüseynin anası olan Fatimə haqqında, diriliyində cənnəti qazanan Fatimə haqqında, Əhl-i Beytin daşıyıcısı olaraq, Quran və sünnətdə adı yüksəklərdə olan Fatimə haqqında bu kafir küfrünə baxın. Görün Fatimə anamız haqqında nələr deyir. Olmaz belə. Bu ateistlərə burada həddlərini aşırlar. Bu TikTokda həddlərini aşırlar. Bunlara qarşı tədbir görünməlidir. Gözəl şəkildə, əxlaqlı şəkildə tədbir görülməlidir. Olmaz belə. Bu həddaşmaq deməkdir. Bu müsəlmanların istir hədis inkarçılar olsun, istir şiyələr olsun, istir əhl-i sünnət olsun, qırmızı xəttidir. Peyğəmbərin qızı, Əhl-i Beytin özü, İmam Həsənin, İmam Hüseynin anası, İmam Əlinin həyat yoldaşı, müsəlmanların qırmızı xəttini keçirsiniz siz. Kafirlər, həddinizi bilin. Siz doğrudan da kafirsiniz ha. Doğrudan da kafirsiniz siz. Sübhanallah. Xahiş eyləm lütfən hamı yaysın. Hamı yaysın bunu. Hamı yaysın və bu insan haqqında tədbir görülsün. Mən əhl sünnətəm. Mən müsəlmanam.
və şiə deyiləm, amma şiə olmağıma baxmayaraq Əhl-i Beytin tərəfindəyəm mən. Əhl-i Beytin tərəfindəyəm, Allah Rəsulunun tərəfindəyəm, Qur'an tərəfindəyəm. Bu həddi aşmışlar bizim dinimizə qarşı həqarət eləyirlər. Lütfən, xahiş edirəm, birləşək bunlar haqqında dövlət tədbir görsün. Bizim işimiz bura kimidir. Biz buradan o tərəfə söymərik sizi, təhqir etmərik, anamızı, bacımızı, uşaqlarımızı təhqir etmərik, olmaz, yasaqdır. Amma biz bura kimi gələrik, sizi tanıdarıq, sizin haqqınızda məlumatlar verərik. Cəmiyyətə, millətə məlumat verərik ki, bu insanları tanıyın və ətrafınızdakı olacaq insanlar sizə yaxınlaşsın. Yaxınlaşsın, sizə desin ki, nə işiniz var? İslamdan nə işiniz var? İslam sizin ayaq yoluna, tarihə kağızla gedirdiniz. Ayaqüstü gedirsiniz. İslam dini bunu sizə öyrətdi. Salam verirsiniz aranızda. Əllə salam, dillə salam. Sizə əxlaq verdi. Budur İslam'a qarşı hörmətsizliyiniz. Ağır olsun sizə. Ayıplar olsun sizə. Lütfən bunu hər yerdə paylaşım edir. Bunlar həddlərini aşıblar. Heç kəsi söymədən, vurmadan, kəsmədən, doğramadan sözünüzü deyin. Sözünüzü deyin, bu ateistlər artıq həddlərini aşıblar. Allahu Ekber. Sovetin dönemindeki olan ateistlər indiki ateistlərdən qat-qat yaxşıdırlar. Onlar İslam dininə qarşı söymürdülər. Muhammedə, Allah'ın salamı olsun, ona ve onun ailəsinə, qızlarına, arvadlarına təhqir etmirdilər. Sovetin dönemindeki olan ateistlər siz əxlaqsız olacaq ateistlərdən qat-qat üstündür. Paylaşım edin, abunə olun kanalıma. Çox adamları ifşa eləyəcəyik. Çox qəzəbliyəm, bəli qəzəbliyəm, Allahu Ekber. Siz bu Quran-ı Kərimi qəbul edirsiniz. Kitab